Gilə yedim sənə səndən, darıxmışam sən gedəndən. İncimisən deyən məndən eybi yox, için. Gününüz aydın olsun millət. Bu qardaş var Tunar. Tunar, sənə səslənirəm da. Baxıram, birinci dəfə and olsun Allah, mən səni görəndə elə bildim ki, bu Aziz var, Bolqar müğənnisi, 100 cür hoqqalar verir. Yəni ki, üzdən İraqdır. İraq səndən, pis başa düşmə. Elə bildim ki, elə bir gündə də özün bilirsən də Tunar, göbələk kimi çoxalırlar bu üzdən İraqlar. Fikirləşdim İraq olsun, dedim yəqin sən də ondansan. Girdim canlına, baxdım, yox, normal oğlansan, sənətkarsan. Amma Tunar, mən sənə səslənirəm qardaş, yaraşmır, and olsun Allaha yaraşmır ki, kişi elə pafoslarla baseyndə sinəsini qabağa verib, dodağını qabağa verib. Bu pafoslar and olsun Allaha kişiyə yaraşmır. Xüsusən də Azərbaycan kişisinə yaraşmır. Biz öz kişiliyimizlə, biz öz igidlərimizlə, biz öz vidimizlə, o kişi vidi var ha, onunla Qafqazda ad çıxartmışıq. Dünyada ad çıxartmışıq. Bugünkü gün geyiminə görə Rusiyada baxanda bilinir ki, bu hani Aziki, Azərbaycanlılardır. Yəni belə deyirlər, geyimindən bilirlər. Hansı geyimindən? O üzrsən Pasyak vidindən, Bazar vidindən və yaxud da digər vidlərdən yox ha. O Qafqazlı vidi var ya, Azərbaycanlı geyimi. Onunla geyiminlə tanınır. Qıraqdan baxanda bilinir. Avropada da həmçinin. İndi bəziləri özlərini buraxıb Avropada geyib elə Avropa sayağı geyinirlər. Nəsə sözüm onda yox. Avropa sayağı geyinmək də lütlənmək deyil. Bəziləri elə düşünür. Ay Tunar, sən quzu kəsərəm, yekə oğlansan, ayıbdır. Bir qardaş kimi, nə bilim, bir Azərbaycan oğlu kimi sənə səslənirəm. Bu vidlərini yığışdır. Sən hələ bir cürə tanınır, mən başım çıxmır. Biri, sən bu cür tanınmaqsan, digəri başqa cür və fikirləşmirsiniz ki, və bu cəmaat qınıyıraq və cəmaat insanların, cəmiyyətin gözündə pis formalaşırsınız. Vallahi pis. Sənə hörmətlə yanaşmır heç kim. Tunar, valla ola bizim ətrafında sənin müştərilərin, qonşun, qonaqraban sənə normal baxar. Valla bu cəmiyyət pis baxır. And olsun Allah. Kişi vidi var. Sən o pafosla dodağın qabağı eləyib, nə bilim, bu vidlər and olsun Allah kişi vidi deyil. Bax, birbaşa deyirəm ha, Tunar. Ayıbdır, gir o rəylərə, komentarlara bax, gör sənə nələr yazırlar. Elə bu mundar sözlər yazırlar. Düzdür, biraz gülməli, o pirkol sözləri yazırlar, amma elə sözlər də yazırlar ki, sən necə qəbul edirsən qardaş? Sən necə qəbul edirsən ki, sənə bu sözləri yazırlar? Allah səni xoşbəxt eləsin. Balaların varsa Allah onları qorusun. Allah onları xoşbəxt eləsin qardaş. Və yoxdursa da Allah qismət eləsin. Və sən o gələcək evladını fikirləşmirsən. Mən bugünkü gün bir video paylaşanda fikirləşirəm ki, mənim uşağım böyüyər, gələcəkdə kimsə onun qabağına qoyar ki, sənin atan budur da. Sən atan budur. Görsən nə hoqqa çıxardı. Görsən nə pis şeylər, təbliğatlar aparır. Sənin bu gələcək nəslə təbliğatın pis. Ay Tunar, ayıbdır. Bax, görsən bəziləri səni çıxdı parodiya elədi, səni çıxdı nə bilim təhqiramiz, hələ bir şey yazır ki, bu qayçı izi deyil, bu maşınka ilə düzəlir, bu nə yalandan özündən hoqqa verir, nə bilim prezident of kölgə, nə bilim özünə ləqəb qoyub. Qardaş, mənim sənin sənətindən işim yoxdur ki. Niyə insan var, sənətkar var ki, iynə ilə baş qırxır. Məsəl üçün deyirəm. Yəni sən də onu bacarsan, mən sənin onu nəsə iradını bildirmirəm ki. Mən sənə sadəcə bir Azərbaycan oğlu kimi sənin o görünüşündən iradını bildirirəm ki, yaraşmır ay Tunar. Yaraşmır, vallahi yaraşmır. Səndə, nəsildə, kökdə hamı sənə yaxşı baxmır ay Tunar. Belə hərəkətlər eləmə qardaş. Sən bir-iki dəfə canlına girmişəm. Baxıram bərəkallah. Normal kişisən, vidin, fasonun, danışığın, mərfətin, yeri gələndə çox özünü belə kişi aparanlar ağzından qatıq tökülür. Amma sənin məsəl üçün danışığın da normaldır, mərfətli, qanacaqlı oğlansan. Cümlədə sən bu Əl Bayramlı Şirvan kimi hər şeyə diqqət edən bir yerdə yaşayırsan. Hansı ki orada biraz bu müasirlik qəbul olunmazdı. Yəni elə bir yerdə, elə bir cəmiyyətdə, yer gəlmişkən də salamlayıram Şirvan əhlinə. Yəni elə bir cəmiyyətdə, elə bir sakinlərin içində sən nə tər rahat yaşayırsan qardaş? Olmaz axı, qız kəsərəm, olmaz. Vallahi xətrini istəyib deyirəm. Sən əgər yəni ki, o həyatın insanı olsaydın, mən səni başını buraxardım. Amma baxıram normal insansın. Sadəcə sən tanınmazsan. Mərfətli, qanacaqlı, qabiliyyətli oğlansan. Alınmaz Tunar. Biraz, yəni fikrimi də düzgün başa düş. Vallahi səndən nə qorxmuram, nə çəkinmirəm, nə səndən çörəyim gəlmir, nə sənin paxıllığını eləmirəm ki, nə bilim bu qabağa getdi, mən dalda qaldım və yaxud da nəsə. Yetərincə mənim real həyatda da, sosial şəbəkədə də hörmətimi saxlayan insanlar var, izləyicilərim var. Amma mən istəmirəm da Azərbaycan oğlu bu video olsun. Vallahi ayıbdır da, yəni yaraşmaz qardaş. Vallahi yaraşmaz Tunar. Özünə biraz düzən ver. Səndən çox xahişəm. And olsun Allah, ikinci dəfə gəndə belə baseyndə bu video görsən, Tunar, səni burada kimsə varsa da etiketləsin. Sən eşit, gör mənim bu videomu. İkinci dəfə görsəm, and olsun Allah, incisən də, inciməsən də, girib oraya yazacağam ki, Tunar, sənə xeyri yoxdur. Nəsə də bir ürək sözümü yazacağam. Təbii ki, təhqir, söyüş mənlik deyil. Amma eləmə belə qardaş. Vallahi gələcək səndən sonraki evladı və bu millətin kasıbçılıqla, zulmla böyütdüyü evladların psixologiyasına mənfi təsir eləmə qardaş. Çox xahiş edirəm səndən. Sənə sənətində uğurlar.
bu pafosla, bu biraz viddi, özünə vid verməklə sənə uğurlar arzulamıram. And olsun Allah, sənin o vidinə dodağını qabağa eləyib, sinəni qabağa eləyib, saçlarını sözüm də eləmirəm, iraq olsun. Belə eləyib, onu o hərəkətlə and olsun Allah səni normal qız bəyənməz. Kişi qızı bəyənməz. Səni bəyənər ancaq bax o vidlə səni bəyənər. Ancaq nə bilim o otellərdə günü keçirdənlər ki, bu nə karizmatikdir. Onların aləmində o viddə olanlar karizmatikdir. Amma əsl kişinin karizması onun geyimidir və onun kişi vididir. Eləmə qardaşım, eləmə. Özünə söz gətirmə. Yəni sən baxıram ki, sən mərifətlə danışsansa, canlılarda ədəblə danışsansa, demək ki, yaxşı ailənin evladısan. O ailəni qoru. Atanın, ananın adını qoru qardaş. Sənə öz sənətində uğurlar. Belə şeylər də yox. Allah xalqımızı, dövlətimizi qorusun.